şəhidlərimizin ruhuna, dünyadan gedən müəllimlərimizin, dünyasını dəyişən müəllimlərimizin, bir də dünyasını dəyişən sinif yoldaşlarımızın ruhuna qısa bir ürə olsun. Xahiş ediyorum. Fatiha ma'as-salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratal müstakim. Sıratal lezîne enemte aleyhim. Gayril mağdubi aleyhim veleddallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehadallahu samet. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah rahmet eylesin. Bununla ölçülmür. Hamımız burada yaşayanlar bilir ki, bu təşkilatçı, bu abidənin yaranmasında 90% rəhmətlik Qərbin əməli. Allah rəhmət eylesin. 90% öz vəsaiti ilə, öz layihəsilə rəhmətlik Nəbiyev Qərbin əl işləridir. Onun da hərəkəti vətənpərvərliyə görə, vətənpərvərlik nümunəsidir. Allah rəhmət eylesin. Allah rəhmət eylesin. Allah sana da canını sağ eylesin. Təşkil edəsin. Geyimimiz, hüququmuz biridir, şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir, aman Allah nə xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz, bir töhmətdən için yanırdı. Hələ onda bilmirdik ki bunu biz bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı, min arzuna alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağıllı, özümüzü nə bəxtəvər sanırdıq. Məktəbillərim, ömrümün ən şirin duyğulu qayğısız günlərim, hər anı bir ömrə bərabər seyirli günlərim, ən təmiz arzulu günlərim. Məktəbillərim, ömrümün ən şirin duyğulu qayğısız günlərim, hər anı bir ömrə bərabər seyirli günlərim, ən təmiz arzulu günlərim. Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgi ilə pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim Kalkın ayağa. Sağ ol. Sağ ol. Evet. Hoş geldin. Sağ ol. 50'den sonra. 50'den sonra. Görüş tarifi. Ömür veren Allah'a şükür. Şükür. Bugünkü gibi kısmet eden Allah'a da şükür. Ben bugünkü bu sakit bu şəraitdə görüşümüzü bizə bəxş edən şəhidlərimizə Allah rəhmət eylesin.
Və onların ruhunu bir dəqiqəlik. Allah rəhmət eləsin. Prezidentimizin də canını sağ ömrünü uzun eləsin ki, o dəmir yumruğu ilə torpaqlarımızı azad eləyib, qismən də olsa qalır, amma bütün Azərbaycanı yaratsın. Yəni qərbsiz, şimalsız, cənubsuz Azərbaycanı yaratsın. Allah ona can sağlığı ömür versin. Ailəsi ilə birlikdə. Allah Taala birinci Heydər Əliyevi ondan sonra öz çiynindən götürüb o ağır yükü qoyduğu oğlunu, onları Allah Taala bu xalq üçün xilas edici yaradır, göndərir. Allah Taala'nın göndərir. Və artıq sizə nə danlamaq, nəyisə tövsiyə eləmək, bunlar da geridə qaldı. Biz müəllimlər də öz işimizin öhdəsindən nə tərə gəlmişik, onun da qiymətini siz verirsiniz, siz bilirsiniz. Bax, sizin sayənizdə birinci, qabaqçı təhsil işçisi Döşüşanı, nazir verir. Bu ikisini prezident verir, tərəqqi medalı, əməkdar müəllim. Yəni bu 46 illik müəllimlik ağır bir, çox ağır bir, şərəfli bir peşənin qiymətidir, sağ olsun devlətimiz. Sevimli müəllimlərimiz, əziz şagird qrupumuz, 767 görüşünə xoş gəlmişik. Bizim dövrümüzdə 7 yaşımızda məktəbə gəlirdik. Bugün 67 yaşımız var. Biz bugün bizi kamal atestatı ilə yola salan məktəbimizin qucağına, qoynuna hamımız təqaüdçü kartı ilə gəlmişik. İllər uçub, illər gözləmədiyimiz kimi gözlənilməz şəkildə. Qiymət verməkdə rəhmətli Hüseyin Arifin misraları var, deyir ki, çoxlarının tutub qolundan, çıxardır dərədən düzə müəllim. Sağını, solunu isitsin deyə döndərir canını közə müəllim. Baxır gələcəyə, baxır fərəhlə, ən ülvi neymətdir vətənə, elə. Cavandan cavandır, qocalsa belə həmişə təzədir, təzə müəllim. Allah sizlərə can sağlığı versin. Mən, daha doğrusu, mən də sizin birinizəm, danışmağıma baxmayın, sizlərlə biriyəm, ancaq biraz tərəddüd edirdim, aylarla bu planda fikirləşdim özlüyümdə. Gah tərəddüd edirdim, gah cəsarətlənirdim, 50 il az deyil. Bir belə şagird yoldaşları bir yerə yığılmışsa, yenə də bugünkü günə çox şükür. Ancaq mənim bir fəxri qonağım var, mən bu təşəbbüsdə cəsarətlənməyimi, cəsarətimi artıran Qalxın Əliyev Yaqub, Beyləqan rayonunun Təzəkənd kəndindən. Mənim əskər yoldaşım olub, 47 ildən sonra gəlib, burada soraqlayıb məni tapıbsa, mən bunları niyə axtarmayayım? 50 ildən sonra şagirdləri niyə axtarmayaq ki? Allah can sağlığı versin. Mənim bu təşəbbüsdə cəsarəti verən budur. Sağ olun. Sağ olun. Bir də səmimilik baxımından rəhmətli Zəlim xanım misralarını deyəcəm. Görüş var, bir ömrü versən də azdır. Görüş var, getməyə adam can çəkir. Görüş var, fərəhi sığmır illərə, görüş var, sevinci bir can çəkir. Yaşasan ən şirin arzuyla, kamla, sevincin sel olar, dərdinsə damla, ürəkdən verilən xoş bir salamla, əli sidər, qanı qan çəkər. Allah o səmimiyyəti əllərinizdən əski eləməsin. Həmişə bir-biri güləriz görün, şad görün. Sizlərə təşəkkür edirəm ki,
məni sevindirdiniz. Məni Ben seni izləyirəm Facebook'tan. Mayıl'ı izləyirəm. Sen Mayıl'dan dərin şairsən. Niye senin kitabın yoktur? Mayıl'ın var, 2 kitap var. Var. Kapıları var. Bəs məndə niye yoktur? Mən siz riyazət müəllimsiniz. Hayat yollarında resiməcə etibarlı bir dayaqdır müəllim. Öz ömründən neçə ömrə pay verər, yanan şamdır, bir mayaqdır müəllim. Bu kupletlərin müəllifi, riyaziyyat müəllimi, tanıdığımız Sabir Paşayevdir. Mən eşitmişəm ki, bizdə dərs demiş. Müəllim bağbandır. Elə bağban ki, hər bir qönçəsində bir ömür yaşar. Müəllim loğmandır. Elə loğman ki, səsində, sözündə min bir mərdən var. Bu bir, şair. Şəhriyar nə deyib şeir haqqda? Mən riyaziyyat müəllim yanar. Nə deyib? Qıvrılov nə deyib? Cavab ver. Mən bu zaman Şəhriyar deyib ki, ən ülvi, ən lətif kəlamdır şeir. Ürəkdən qaynayan ilhamdır şeir. Sevinçdir, şadlıqdır, qəmdir, kədərdir. Ən təmiz, ən dərin düşüncələrdir. Sönmüş ürəklərdən məhşəl yandırar şeir, duyanları qanatlandırar. Cəsur insanların pak məhəbbəti, bax budur yaradan şeiri sənəti. Şeirsiz bu dünya kədərgən kimi, şeirsiz cənnətdir, cəhənnəm kimi. İnsanlar şeirsiz yaşaya bilməz, şeirəkən baxana insan bilməz. Krılov deyir ki, şeir saf bir zərə bənzər, saf və təmiz olmalı zər. Şair olan bulmayı bilməlidir. Gözəlliyi budur şeiri. Söz az olsun, məna gəlir. Mustafa elə deyir ki, ruhi yüksək babalardan hədiyyədir bizə şeir. İlahi bir qüvvəti var, göydən yerə neymət verir. Zövqü yüksək oxucular oxucuqsa şənlənir. Çünki şeir uzun olan mətləbləri qısa verir. Mən filolog olmaq istəyirdim, jurnalist olmaq istəyirdim. Qismət belə. Müəllimə, sizə filolog deyə müəllimi də olmaq lazım. Yəni, harada çıxış eləmişəmsə, mən bütün riyaziyyat dərslərimi şeirlə qurmuşam, şeirlə demişəm. Gönül ədəbiyyat müəllimləri elə şeirdir. Harada çıxış eləmişəmsə, Vidadi Sayev gəlib bizim məktəbə, deyir, burada ədəbiyyat müəllimi var idi, 8 martda mənə çıxış vermişlər. Deyir, Tabella müəllim deyir, riyaziyyat müəllimi, yox, ədəbiyyat müəllimi. Mənə əvvəldən müəllim verilərdə çıxış eləmişəm. Hamısı deyir, ədəbiyyat müəllimisən? Yox, riyaziyyat. Buyur, bizim rəsəndə Raul məndən sonra Baxşəliyev, Afaq müəllim. Riyaziyyat müəllimi nədir, bu yağlı nədir? Dedim ki, Üzeyir Hacıyev riyaziyyat müəllimi. Not dilində riyaziyyat 5-ci sinif üçün riyaziyyat məsələləri kitabı yazır. Məşhur kitabda kamança çalan Elman Bədəlov riyaziyyat müəllimi olur. Riyaziyyatın, əgər sən tam onun işinə girə bilirsən, qavrırsansa, orada hamısı var. Lirikada var, hər şey var orada. Müəllimə, yazır, birisi öz dostunun kusurunu sayırdı. Töhmət, məzəmmət edib çox möhkəm damlayırdı. 5 yol işdən qovublar, əgər belə işləsən, yenə işdən qovarlar. Eybi yoxdur, qovsunlar, bir yüngül iş tapılar. Ağır işlərlə mənim düzü heç yoxdur aram. Yamanın yaman günü gelib şahid olaram. İndi 50 yaşı olan bu binetka xatirə kimi əl-əl gəlsin.
təşkil edibsə, ona öz minnətdarlığını bildirir. O görüşdə dərs dediyim, həm sinif rəhbəri olduğum şagirdlərlə, həm də neçə il bir yerdə çin-çinə işlədiyim müəllim yoldaşlarımla görüşdüm. Çox sağ olun, sizə öz minnətdarlığımı bildirirəm. Buyurun. Buyurun. Yox, dağılır deyirəm, danışdır. Biraz sakit olalım da, ayağınlar. Siz biləsiniz ki, mənim yoldaşlarım da, o dərs edilən şagirdlər də bugün bura gəlməkdən nə qədər sevinçli, nə qədər belə duyğulu, bunu sizə anlada bilmərəm. İndi burada bu şagirdlərdən müəllim deyirlər də, indi bunu ancaq mənim müəllim yoldaşlarım deyə bilər ki, şagirdlərin gəlin müəllimlə görüşməyi, ondan sonra onlarla ünsiyyətdə olmaq, bunu ancaq müəllimlər başa düşər məni ki, nə qədər sevinclidir bu. Bəzən tanımıram, gəlirlər mənimlə nətərsən, deyirəm ki, dayan qoy görüm səni tanıya bilirəmmi? Mənimlə filan kəsər. Deyirəm ki, sən biləsən, kaş biləsən ki, bu müəllim üçün nə deməkdir. O dərs dediyim uşaqlardan o qədər razıyam. O qədər razıyam. Allah onları qorusun. Ki, onlar, mən təsəvvür edə bilməzdim o vaxtı, o cavan vaxtı, mənim dərs dediyim şagirdlər məni sevər. Təsəvvür edə bilməzdim. Amma indi görürəm ki, bəzən deyir, müəllimə, sən bax, buradasan, deyirəm sağ ol. Müəllim sənəti çox belə şərəfli sənətdir. Çünki nə qədər sənət varsa, həyatda nə varsa, adicə suçu da, adicə nə bilim, o ustalar, hamısı, onları öyrədən kimdir? Müəllimdir. Ona görə elə bir sahə yoxdur ki, orada müəllim əməyi olmasın. Bir də mən nədən çox narazıyam? Çünki mən belə hesab edirəm ki, müəllim sənəti çox şərəfli sənət olduğuna, bunu bu müəllimi bəzən suya, tanımadıq bir adama, müəllim, onda mənə toxunur o. Çünki müəllim, bax, bu, yəni, bu son vaxtlar bunu hiss edirəm ki, müəllimi əyaqatı edirlər. Başa düşürsünüz? Çox sağ olun, müəllimə. Ona görə də belə çox narazıyam bax, bu müəllimə olan münasibətdən. Allah bu şagirdlərimə ömür versin. Allah onları xoşbəxt eləsin. Bizi də bura yığan Talıba. Allah ömür versin. Mən bu işi təşkil edənə təşəkkür edirəm. Onun yarısı da Sevilə çatır. Dersin, Sevil də kömək edir. Mən bu uşaq da demək olmaz. Bunlar Uşaqlar bizim üçün. 7-8 yaş balacaqdılar. Bizim üçün uşaqlar. Hamısının bəli nəvələri var. Mən bunlara bir il dərs vermişəm. Mən institut qutarıb gələn ilisi birinci dəfə direktor məni bu sinifə gətirdi. Amma iş burasıdır ki, tələbələrim mənim tanım deyir,
Minarım elimizə dəst deyil. Nə tərtərsə gəlməsin, minarım elimizə dəst deyil. Bilmirəm. Və yatırdılar seni. Ocağının təsiri. Əli deyil ki. Neyse, sağ olsunlar. Bu işi təşkil elədilər, gəldik, tələbələrimizi gördük, tanımadıqlarımızı tanıdıq. İlham mənim üstü qutarmamışdan qabaq tanıyıram. Mən üstü oxuyanda İlham gündə bizdəydi, mühadirə dəftər aparırdı, seminar dəftər. İndi gəldi burada məni tanımadı, dedim İlham, məni tanımadı. Özü qəşəngdir. Afət müəlliməni gördüm, hər şey yapılması. Elə bizim əlimdə gələn. Ola bilər, ola bilər. Öyle, küçənin başından gələndə çağıra-çağıra gəlirdi. İndi burada İlham... Ne oldu burada? Ne oldu? Həyəcandır hamısı, həyəcanlandı. Olar. Çok sağ olun. Sağ ol. Nəvələrinizə qulluq eləyin, nəvələriniz yekəlsin, nəvələriniz ali təhsil alsın. Xoşbəxt olsunlar. Tarafınızdan keçdi. Yok, bu günler Buyurun. Biraz sakit olan yoldaşlar. Sağ olun Minare müəllimə, təşəkkürünüzə görə sağ olun. Ancaq mən sizə inanmasaydım, siz mənə hörmət eləməsəydiniz, bu yoldaşlar gəlib yığılmasaydı, alınmayacaqdı. Məsəl var, deyirlər, işi görənlə gördürən yarıdır. Allah hamınıza kömək olsun ki, bəs inanmışam ki, alınıqdır. Sağ olun, təşəkkür edirəm. Bəzi şeylər deyim ki, bizim istərəm ki, birazdan hazırda direktor olan Kamilən müəllimə də çıxış eləsin. Amma deyim də, bizdən 8 nəfər ali təhsilli olub o vaxtı. Üzrlü səbəbdən burada yoxdular. Elmira müəllimədir, Qətibə müəllimədir, Elza müəllimədir, Firuzdur, Arazdır, Yusifdir, Baxşeyişdir. Yəni 8 nəfər ali təhsilli. Bizim rejimimizdə o dövrdə yay tətili, rüblərin tətilləri, 2 ay, 2 ay yarımdan çox pambıq yığımı falan, üst-üstə 4 ay yarım falan dəst görürdük ya görmürdük. Onunla belə mənə elə gəlir ki, qane eləyən göstəricidir. Amma Allah rəhmət eləsin, bizim bir qonşumuz var idi, rəhmətli Rəhim dayı. Deyirdi ki, belə buna oxşar söhbətlər olanda deyirdi, sən hələ özünə təskinlik ver. Yəni, yenə də biraz təskinlik vermək olmasın, mən fikirləşirəm ki, o rejimdə, o şəraitdə, o münasibətlərlə 8 nəfər ali təhsilli pis qane eləyən məqbul göstəricidir, mənə elə gəlir. 2 sinifdən 8 nəfər. Yox, ali təhsildə söhbət, bəli. Yox, 2 sinifin içərisində 8 nəfər. Bəli, elə, yox, sonra birləşdikdə azalmışdıq. Sağ olun hamınıza. İndi kimin sözü var, buyursun. Bir bir şey deyim. Ben de məktəb için məktəb şəhərində salırım. Şişələrdən İlyas Həkim kimi mənim də vaxtım keçir. Değerli döyə-döyə kim gətirib oxudu. Gecə məktəbini təşkil edib, şoförlərə diplom verir, atistat verir. Ali məktəb. Allah'ım sana rəhmət edin. Kim olur? Ama heç kəs olmadı. 67'dir. Biz 65-ci ildən bərini danışırıq, üzrü sahib. Belə təşkil eləmişik. Daha yoxsa burada gərək sutka ilə oturaq. Olsun da 65-ci ildən bəri o vaxtı kim idi? Yedi yaşımız var, yanımızda deyil. Uşaq 7 yaşımız var, yanımızda çıxır. 50-ci ildən məktəbi təsis edən hamını döyə-döyə zor gücünə oxudan. Allah rəhmət eləsin. Gözəl pedaqoq, öz gözəl ailə başçısı, öz uşaqlarını da necə tərbiyə edib, onu mən demirəm sizə. Necə evlatlar böyüyür. Hamıya öz balası kimi baxar. Müəllim onun nostalgiyadır, yada düşür. Hamısı yaddadır. Afaqla O dövrlə indiki dövr
baxanda görürsən nə qədər fərq var. Əlbəttə əziyyətləri çox olur. Çox əziyyətləri bizim üstümüzdə çox olur. Heç nədən Bəli, bəli, bəli. Onlar yoxdan. Heç nədən. Heç nədən, bəli, dövlət də düzəldəndə heç nədən başlayanda çox çətinliklə nəzərə gəlir. Rütubası dağılıb, ev eşikləri dağılıb, erməni başlarını oynatıb. Gəlib Alaçıqlarda yaşayıblar, indiki qaçqınlarımız kimi. İndikilərə devlət yaya çıxdı, amma onlara heç kəs yaya çıxmıyor. Nə əziyyətlər çəkiblər və gətirib. Niyə? Çünki ermənilərin o hər üzünü bilirdi. Bilirdi ki, oxumalıdır bizimkilər. Savab olmalıdır ki, ermənilərə qalib gəlir. Tam bilirdi bunların hamısını. Deyirdi, oxusun hamı. Gələcəyimiz oxusun. Qüvvət elindədir. Başqa cür heç kəsə üstünlük eləyə bilməz. Pamela müəllimə də söz vereyim. Pamela müəllimə təqdir etmişsin, sözünü desin. Buyurun. İlk öncə sizin hər birinizi salamlayıram. Gələn qonaqlara xoş gəldin deyirəm. Uzaqdan, yaxından əziyyət çəkibsiniz. Xalqın bugünkü dəvətini qəbul edibsiniz. Söylən məktəbinə təşrif buyurubsunuz. Siz Söylən məktəbini belə başa düşdüm ki, 50 il bundan əvvəl taran məzunlarsınız. O neçənci illərə təsadüf edilmiş, 75-76-nın məzunlarıdır, 75-76-cı ilin məzunları da. Bu necə 24-25-ci məzunlarını qutarılır. Sizlər... Yeni saymaq olundu, yarım əsr deyək getsin. 75-76-cı ilin məzunlarıdır. Bunların içərisində bu məktəbi qutarıblar, bugün burada olmayanlar var. Allah onlara qəni-qəni rəhmət eləsin. Mən Firdovsidir. Firuzu görəndə çox pis oldum, elə bildim Rəfaildir. Elə bir an təmiz tutuldum. Xoş gəlibsiniz siz də. Sizin hər birinizə uzun ömür, can sağlığı, işlərinizdən müvəqqətlər arzulayıram. Təkrarçılıq olmasın müəllimlərim, bunlar da mənim müəllimlərim oldu. Mənim müəllimlərim nə lazım idi dedi. Elə yaxşı oldu ki, İlhamı da gördüm. İlham biz o sinifdə, bunlar bizdən 2 sinif yuxarıydılar. İlham ilə həmşəkin bir dəfə İlham digərək ki, o belə şeyləri qırmışdı. Beşirkaları. Nereden mənim bu başa böyüdü, o başa. Bir dəfə də semişlə tökülmüşdü. Nereden mənim o başa böyüdü, bu başa böyüdü. Elə İlham həmişə xatirimdə, bir adamın xatirində yaxşı oxuyan qalır, bir də belə şur olacaq. İndi İlham qəzəl uşağı idi, İlham yadım uşağı. Birdən həqiqi şartlarını birdən həqiqi şartlarını dərsdə istifadə eləmək. Deyirəm ki, biri var idi, bir uzunuydu, onu afaq mənim vurdu, İlhamın başında qırdı. Sonra düzəltdirdim də, Şəmin Dayı rəhmət. Həmişə onu deyirdim. Şəmin Dayı rəhmət deyə düzəltdirdim. Deyirəm, bir bayram hamınıza can sağlığı, uzun ömür, hoş günlər arzulayıram. Gün o gün olsa ki, 100 illiyinizi qeyd ediyorsunuz. Bir nəfər qaldı. Burada kim olar? Fatma. Fatma da deyir, atal, işin gücün yoxdur, şirkət işinlə məşğul hal edəcəkdi. Təkrar verənin bir dəli olmuşdu. Fatma, sağ ol. Deyir işte. Fatma deyir. Müəllimlərimizi də çox yormayaq. Növbətçidən xahiş edək, zəngi vursun. Hamının çıxışı sözü var. Bunu saxlayaq ikinci hissəyə. Bunlar hamı sözünü orada desin. Məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri hər anı bir ömrə bərabər seyirli günləri ən təmiz arzulu günləri məktəb illəri ömrümün ən şirin duyğulu qayğısız günləri hər anı bir ömrə bərabər seyirli günləri ən təmiz arzulu günləri
Hələ onda bu dünyanın şərindən, yalanından xəbərimiz yox idi. Qəm qüssəmiz, kədərimiz bir damcı, hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ, taley yazan pozulmayan yazıdan. Dünya hələ bizim üçün nağıldı, min arzuya alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri, ömrümün ən şirin duyğulu, qayğısız günləri, hər anı bir ömrə bərabər seyirli günləri, ən təmiz arzulu günləri. Məktəb illəri, ömrümün ən şirin duyğulu, qayğısız günləri, hər anı bir ömrə bərabər. Xahiş edirəm. Bir də təkrar deyirəm. Hoş gəlmişik. Fərdi olaraq bir mikrofon azad, hamının ürək sözünü eşidəcəyik. Bir-birimizi gözləyək, hörmət edək. Yenə xoş gəlmişik. Açılışda bizim dövrümüzdə biz 65-ci ildən danışırıq da, biz qayıdıb rəmzi olaraq bugün 65-ci il sentyabrın 1-idir. Bir-birimizi tanıdığımız ildir, gündür. Rəmzi olaraq. Elə bir-birimizi ancaq tanıyırıq. Ay sağ olun, ona görə o dövrləri xatırlasaq, o dövrlərə görə məclisimizdə varmı saz? Buyur. Bizcə saz var. Çünki o dövrdə şənliklərimizin 90%-i sazla keçirdi. Ona görə, hətta hamının əksəriyyətinin yadındadır, rəhmətli İslam əmi, Radənin atası tanınmış aşığı idi. Çox təəssüf ki, o zamanlar lent yazmaq, səs yazmaq yox idi. Onun səsi mənəm deyən aşıqlarda yox idi. Laureat idi, o deyəsən var. Rəhmətli Aşıq Şəmşirin şəhərdə olmuşdu, mədəniyyət evinin işçisi idi. Çox gözəl bir səsə malik, istedada, qabiliyyətə malik aşıq idi. Allah ona rəhmət eləsin. Ona görə, dövrümüzə görə burada bir-iki dənə qısa iştirak edir. İcazənizlə açılışı bir aşığımızın saz ifası ilə açılış eləyək. Biri-birdən söhbət eləməkdə ancaq yığışmışıq. İcazəlidir, ürək sözü demək də icazəlidir, sərbəst. Mikrofon götürdüyümə baxmayın, mən də sizin birinizəm. Birazdan bu götürəcək, o götürəcək, hamının ürək sözü var. Buyur, aşağı. Çox sağ olun, Talib bəy, təşəkkür edirəm. Mən də əziz müəllimləri salamlayıram. O müəllimlərin dilikən desək, şagirdləri salamlayıram. Mən də Söyləm məktəbinin şagirdi olmuşam. 2-ci sinifdən bura düşmüşəm. Burada bitirmişəm orta məktəbi. Talib dayı aşıq dedi, ancaq aşıq deyiləm də, aşıqlıq çətin bir işdir. Aşıq qoşma bilməlidir, gəraylı bilməlidir, müxəmməs bilməlidir, tədnis bilməlidir. Mən həvəskar saz ifaçısıyam. Talib dayı olan məclisdə də mənim üçün söz demək, şeir demək böyük bir məsuliyyətdir. Mən həmişə çalışıram ki, Talib dayıdan öyrənib bu şeir, söz, sənət aləmini. Mən 17 ildir, 2008-ci ildən elimizin, obamızın gözəl günlərində elə obaya gözəl günlər arzulayıram, toy məclislərində olan. Yəni bu hasat bir iş də deyil, bu işin içində olanlar bilər, çətin bir işdir. Ancaq bu görüşü ki, Talib dayı dedi, sən də burada iştirak elə, mənim üçün o qədər məsuliyyətdir, o qədər çətin bir iş idi ki, dedim Talib dayı, sağa güvənləm, mən gəlib orada nə deyim, nə söz danışım, hansı şeiri deyim, hansı ifan edeyim. Ancaq Talib dayı buradadırsa, ona görə də ürəkliyəm. Hər birinizə gözəl günlər arzulayıram.
hər birinizə can sağlığı arzulayıram. Hər biriniz övladlarınızın, nəvələrinizin gözəl günündə bax belə görüşləriniz davamlı olsun, ardıcıl olsun. Aşıq el oğludur, el anasıdır. Qəlbindən fərəhlə qəm şirə çəkər. Bağdan da özüdür, bağ da özüdür. Həm çiçək getirər, həm şirə çəkər. Yanıq kələmini gətirsə dilə, əriyə dağ gilə-gilə. İncə parmaqları dad verər zilə, usta əllərindən qəm şirə çəkər. Zəlimxan yollarda min köhlən yora, qəlbi düşən deyil heç zaman tora. Çəkməz ilhamsıza, çəkməz nankora, çəksə əlaskərə, şəmşirə çəkər. Var ola şəxs mənim. Uşaqlıq illərim yadıma düşür. Təzədən balaca olmağım gəlir. Atamın anamın dalınca qaçıb, yorulub yollarda qalmağım gəlir. Təzədən balaca olmağım gəlir. Kədərsə, qəmsə, hər yaşda bir paltar geyinməkdənsə, deyir ay Tahirəm, əzabla böyüməkdənsə 5-6 yaşında qalmağım gəlir, təzədən tələbə olmağım gəlir. Özünün bir şeiri yadıma düşdü. Özü tarixçəsini bilər, qardaşının toyunda yazdığı şeirdir. Təbrik etmək üçün bizim şənliyi. Təkliflər gətirən dostlar xoş gəlir. Dostluq şərəfinə toyda, düyündə badələr götürən dostlar xoş gəlir. İllah əməli pak işləriyle, şirin söhbətləri, gülüşləriyle, mənim bu günümə gəlişləriyle sağlamlığı yetirən dostlar hoş gəlir. Halıq mənalı de sözü yerində. Ucaltsın adını dost ellərində, sevinç fərəh dolu könüllərində, fərqlər bitirən dostlar hoş gəlir. Hər biriniz hoş gəlmişsiniz, gözəl bir gündür, gözəl bir görüşdür. Allah hər birinizə can sağlığı verir. Bizim məktəbdə olanda müəllimlərimiz ürək sözlərini dedilər. Burada bir müəllimimiz də iştirak edir, Azay müəllim. Müəllim bir-iki gəlin. Sağ olun, iştirak edirsiniz, sağ olun. Söykəndiyi bir dağ var. Onun atası da, anası da həyatdadır, yaşayır. Allah uzun ömür versin. Bizdən fərqi budur, ürəklidir. Birinci o danışdı. Birinci sevgili eşidək. Bizi buraya girdiğine göre yapışmışlar.
Allah ömrünüz uzun etsin. Sen de çok sağ olun. Hamınız hoş geldiniz. Çok sevindik. Bütün talebelerin hamısını gördük. Yoldaşlarımızı, müəllimlərimizi. Sağ olun. Allah ömrünüz uzun eləsin. Allah canınıza dəyməsin. Bütün həmişə xeyir işlərdə görüşək. Sağ olun. Sağ olun. Birinci növbədə yenə deyirəm, görüşəndə də dedim ki, dünən, bugün, sabah bütün müsəlman aləmində Qurban bayramı keçirilir. Bütün kəsilən qurbanlar qəbul olur. Allah da ən kasıb ailələrə qurban tikəsindən, qurban ətindən bir tikə qaynadıb balalarına yedilməyi nəsib eləsin. İkinci, çox minnətdaram sənə. Üçüncü, Afət müəllimə bizim ümumi səhvimizi tutdu. Yəni, mən qohum yana demirəm, dost yana, qardaş yana deyirəm. Allah dünyasını dəyişən bütün müəllimlərimizin, başda Mərdan müəllim olmaq şəhətlərini ki, məktəbin təməli qoyan şəxsdir. Bir də sıramızdan gedən tələbə yoldaşlarımızın o dünyasını dəyişən. Dünyada hər şey gördük, hər yerdə olduq. Mən ömrümün 32 ilini Azərbaycandan kənarda yaşamışam. Yaxşılıq da nədir gördüm, pislik də nədir gördüm. Kasıbçılığı da gördüm, pullu olan vaxtımı da gördüm. Mən qərara gəldim ki, dünyada ən yaxşı şey məhəbbətdir, sevgidir. Üzr istəyirəm hamıdan dönə söhbət, o məhəbbət, sevgi ailəyə qarşı olmayadı. Qardaşa da insanın böyük məhəbbət, sevgisi ola bilər, balasına da. Deyir, qaldırın dusilər, nuş eləyək badəmizi. Rəqibin dərdi çoxalsın, görüb azadə bizi. Mehribanlıqdır inan zinəti meyxanələrin, mehribanlıq yaşadır cümləşə dünyada bizi. Sevəyim biri-birini, sevgi bizim üçün yaranıb. Yoxdur bir eylə bəşər ki, ötə sevdadə bizi. Şairin sözləri çox sadədir, ancaq bir gün gələcək. Unudub salmayacaqlar bir daha yadə bizi. Ona görə deyirəm ki, heç kim unudulmasın. Allah da bu mehribansılığı bizim əlimizdən almasın. Nə qədər ki, nəfəsimiz gəlib gedir, balalarımız, nəvələrimiz böyüyür. Allah'a şükür, indi elə müasir dövrdür ki, elə bir zəngə harəsindən, kimlə sən Amerika ilə danış. Yəni elə tutalıb, çox sağ ol. Sənin bu təşəbbüsün mənə ləzzət elədir. Xahiş edirəm, indi burada bir-birimizdən ömrələrimizi saxlayaq ki, dünyanın işini bilmək olmur da. Bugünkü günümüz, hamımızın günümüz mübarək olsun. Arzu edirəm, gələcək nəsillərə də ötürülsün. Təşəkkür edirəm. Övladlarınız yaşlı olaram yəqin ki, mənim inşallah bu yay 40 yaşımı tamamlayıram. Amma o qədər xoş təəssürat bağışladı ki, sanki özüm deyirəm ki, öz kollektivimizlə görüş keçirdik. Bir şehir yadıma düşdü, laləli, nərgizli, yaşıl çəməndə olar canımıza fayda görüşək. Həmdəmimiz olsun dağlar lalası. Bulaqlar başında çayda görüşək. Könlüm həsrətidir tayın tuşunda, qartal da qıybıra dağın başında. Ömrün nə işi var fəslin qışında, çiçəkli baharda, yayda görüşək. Qulaq asıb mənə sizə insanlar, tükənməsin ürəkdəki arzular. Mən deyirəm, xoşbəxt olsun balalar, həmişə nişanda, toyda görüşək. Allah hər birinizin gözəl günlərini çox eləsin, davamlı eləsin. İnşallah Allah ordumuzu qorusun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
artıq Kəlbəcərimiz də alınıbdır. Mən də Kəlbəcərliyəm. Mən onu həmişə deyirəm, mən Tərtərdə böyümüşəm. Bu kolxozda böyümüşəm, boya başa çatmışam. Kəlbəcər mənim üçün ana vətəndirsə, Tərtər, Qələbə mənim üçün bir ata yurdudur. Allah bütün ölənlərin hamısına rəhmət eləsin. Mənim rəhmətli atam burada dəfn olundu. Söylə qəbristanlığında. Bura mənim üçün əzizdir, əvəzsiz bir yerdir. İnşallah Allah qismət eləsin. Yaxın zamanlarda o Talib dayı doğma elimizə, obamıza, o Kəlbəcərimizə qaydar. Hansı biriniz ora gəlsəniz, sanki orada bir eviniz var. Bir şehir yadıma düşdü. Görüm xatırıma gəlsə deyəcəm. Həmi düşdü, həmi çıxdı. Kəlbədən qabaq yazılma bir şehirdir. Şehir belədir, deyir, yaz gəlir. Kəlbəcər cənnət olurdu. Təbiətin bu çağında, qardaşım, gör neçə bayramdı tonqal çatılmır, ocaq yanmır ocağında, qardaşım. Min diyardan min bir loğman yığılar. Çarəsizdir bu dərd, çətin sağalar. Nə müddətdir at oynadır dığalar, yurdun hər bir bucağında, qardaşım. Əli-Hüsət saldaşla verib baş-başa, əfsun saz götürə, kamil söz qoşa, etibar sevinçdən kükürəyə coşan o dağların qucağında, qardaşım. Allah'ın bugünkü gününə şükür, indi o dağların o yüzü də bizimdir, bu yüzü də bizimdir. Deyir, doğulduğum, böyüdüyüm yurt yuva, Allah rəhmət eləsin. Şair Sıcayət yenə illər öncə yazdığı bir şeirdir. Doğulduğum, böyüdüyüm yurt yuva o dağların o yüzündə qalıbdır. Həkimim, dərmanım, torpaq, su, hava o dağların o yüzündə qalıbdır. Taxtalanıb ayaqlanıb bizlərim. Ölənəcək, qan tökəcək gözlərim. İndi mənə lazım olan sözlərim o dağların o yüzündə qalıbdır. Aşıq qardaş nə haraydır, nə səsdir. Kərəminin bir də çalma tabəsdir. Sözlərimin yaralısı, şişəsdir. O dağların o yüzündə qalıbdır. Sıcayətəm, ömür olub tən yarım. Bir də düşə, ya düşməyə güzarı. Əmi, dayı, ata, qardaş məzarı. O dağların o yüzündə qalıb. Allah şairə rəhmət eləsin. Allah ümumən dünyadan köçənlərə rəhmət eləsin. Talib dayı, sən olan məclisdə də şeir söz deyirəm, sözü say. Məktəb illərinin hamı vurulmuş. Tələbə həyatı heç unudulmur. Bütün müəllimlər tələbə olmuş, bütün tələbələr müəllim olmuş. Ona görə də sözü müəllimlərə verər, onlar bizdən öncədir, buyursunlar ki müəllimlər. Ay Talib, sana çox minnətdir. Bizi bir yerə tutmadı. Çox təəssüf ki, gəlməyənlər də var. Mən çox istərdim ki, onları da görürüm. Hansılar ki, tez-tez verirəm, onları tanıyıram. Elə şagirdlər, müəllimlər də var ki, mən məktəbdən çıxardan sonra onları görməmişim. İndi də görəndə bəzən tanıya bilmirəm. İndi istədiyim şagirdlərdən o qədər razıyam. Çox. Ona görə də sağ çox minnətdaram ki, o hissləri belə xəyalən də olsa yaşadım. İndi cənab Firuz deyir ki, mən hamıyla görüşəndə belə oldu. İndi sənlə görüşəndə mənə qəhər oldu. Elə mən. Hamısını çox. Məni bu qədər, mən heç nəsə
Ona göre de istediğim şagirdlerden sizden yani. O kadar razıyım ki nereden göre? Yaşayanlar bilir. Sağ olun. Sağ ol, sağ ol. Buyurun. Yakındır. Mikrofon yakın. Bugün bizim en sevinçli günümüz. Çünkü en şahitlik karşımızda dayanan gün bizimle görüşe gelir. Bu görüşü teşkil edilen bizim bağlamına çok sağ olun. Bir bağban ağacı ekip meyvesini dərəndə çox seviyor. Həddən artıq seviyor. Müəllimin də meyvəsi qarşısında dərs dediyi şagirdləridir. Mən bir məni görüşə dəvət edən şagirdlərimlə də sağ olsunlar, 50 il sonra məni bu görüşə dəvət edirlər. Mənim çox sağ Allah sana kömür. Onu bildirden okudum. Allah atana, anana rahmet eylesin. Birinci seferde bu mektepte sen tekrar eyledin 50'likten çok. Çok sağ ol. Allah kömeğin olsun. Allah sana değme. Ne ben netice gel. Sağ ol, sizler var. Hanım kardeşimizden sevgili bacımız teşkilatçılığı yaradıklar. Görüşmeye. Hoş olduk. Hamd için. Birinci müəllimlərimize teşekkür edirik ki, onlar vəziyyət üstümüzə çoxdur. Onlara çok çok teşekkür edirik. Allah can sağlığı, ömür versin. O hayatta olmayanlara da Allah rəhmət edəsin. Çok hoş olduk. Yaxşı iş gördünüz ki, bizi bir yerdə görüşdünüz. Sağ ol kazanmayı, sağ ol. Sağ olun. Allah uzun ömür versin. Xahiş edirəm. Xahiş edirəm. Amma vaxt, saat onu demir. Hamı iş peşəyəsidir, hamı işdir. Xahiş edirəm, biraz mənalandıraq, biraz bir-birimizi eşidək. Ne eləyək? Bizdən o söz tutarmır. Bir həftə əyləşsək burada söz tutarmayacaq, oraya boşalmayacaq. Dedene ki durun gedin lan ha. Yok, hala balans şeyler. Belə bir də söz vermirəm ki 50 ildə bu görkəmdə isə bundan sonra belə kütləvi görüşə söz vermirəm. Nömrələri götürək, bir-birimizdən. Ünvanları götürək, nömrələri götürək, əlaqə saxlayaq. Ona görə mənim qardaşım xahiş eləyir bir şeir deyəm. Elə bununla bağlı olsun. Nə deyək, həyat daha nə bilək, yaxşımız, başda nə var? 15 yaşım baharıdır ömrümün. Təzə tər sevdalı başlayır bunu. 25 yaxıb keçən yayımdır, odlu göz, himcimli qaşlayır bunu. 35'im payızadır, yol yarı. Dosta, yara sədaqətli ol, yarı. Sevinci də, kədəri də böl yarı. Kamilliyə yetən yaş deyir bunu. 45 yaşa yorğun gedir dizlərim. Seyrəlifdir yoxuşlardan izlərim. Bunu mən demirəm ay əzizlərim. Ayağıma dəyən daş deyir bunu. 55 zirvədir indiki vaxtda. Zirvəyə yetişmək qalıqdır baxda.
Şaxta var, sazaq var, qar var, qış var qabaqda. Başıma qar tökər, qış deyir bunu. 65 qismətsə ənam tək mənə, 75 görünər ağır yük mənə, talıb xülya kimi baxır 80-ə, ambanın dağılan huş deyir bunu. Yaşımız bu həddədir, bundan sonra Allah hamıya can sağlığı versin, görüşmək nəsib olsun. Yenə ürək sözləri olanlara, yenə Feroz. Qulaq asaq kişi. Feroz. Buyur ürək sözlərini. Hadi Kur'an dağılmışında. Birinci növbədə əlbəttə bayramımızı təbrik etmək bayram münasibətilə. Sonra da ən başlıcası şəhidlərimizi, bu torpaqlarımızı alanları, vətən uğrunda döyüşüb özünü qurban edənlərin yad edəməyindir. Onlara sağ ol deyirəm. Sonra da qazilərimizin Allah canı sağ eləsin. Qaldı ki, biz məktəbi 50 il bundan qabaq tutarmışıq. Deməli, yarım əsr. Talib həmişə deyir, yarım əsr mən qorxuya düşürəm. Bayaqları bir söz də dedi, telefonlarımızla abiminiyyət eləyək. Yəni deyirəm, bir 50 ildən sonra yenə görüşərik, inşallah. Yəni, görüşümüz çox, mən özüm də çoxdan arzu edirdim. Deyirdim, heç olmasa, sözün düzü, çoxunuzu görürəm, özünü də hiss edirsiniz, tanımıram. Düzdür, biraz yaddaş gedir, əllir ki, az söhbət deyil. Hər adamın fərdi qavrama, yaşa görə qabiliyyəti var. İndi nə edəsən? Kimsə yaxşı yadındadır, kimsə yadında deyil. Məsələ bunda deyil. Görüşümüzdə çox şadam. Sağ olun ki, gəldiniz. Mən özüm həqiqətən elə uşaqlar var, yada düşmür. Ölənlərimizə rəhmət. Bizlə oxuyanlar, sinifimizdə oxuyanlar, onları yada saldıq. Onlara Allah rəhmət eləsin. Biz özümüz qoca adamlarıq. Yaşa düşmüş, nəvələrimiz adımız var. Bizim hamımız çalışırıq ki, bizim uşaqlar, bizim övladlarımız, bizim nəvələrimiz yaxşı gün görsün. Mən həmişə deyirəm, həmişə qabaqdan fikirləşirəm ki, düzdür, bizim vaxtımızda bizim atalarımız, analarımız bizə nə tərbiyə veriblər. O tərbiyənin nəticələridir ki, bu səviyyə gəlib düşmüşük. Pis, yaxşı gəlib bu vəziyyətə gəlib çatmışıq. Amma indən belə mən çalışaram bu müstəqil ölkəmizdə Sovet tərbiyəsi olmasın. Biz Sovet tərbiyəsi görmüşük. Biz müstəqillik tərbiyəsi, milli Azərbaycan tərbiyəsi olmalıdır bizim uşaqların qanında. O milli Azərbaycan tərbiyəsini də ancaq biz verə bilərik. Təmizlik, nə bilim, bir-birini tanımaq, səmimilik olmalıdır. Uşaqlar düzgün tərbiyə görməlidir. Mən bunun tərəfindəyəm. 15 ildən, 20 ildən sonra, indiki görürsünüz, hamımız yalanlar, bir yalan deyənməri, bu vəziyyət bizi heç açmır. Rüşvət olur, korrupsiya bu ölkəyə yaraşmaz. Əgər biz istəyirik ki, bizi qabaqçıl ölkələr siyasında görsünlər, biz özümüz çalışmalıyıq. Belə, nə bilim, negativ şeyləri aradan götürməliyik. Mən arzu eləyərəm ki, bir 10 ildən, 15 ildən sonra bizim ölkə də Avropa ölkələri sırasında olsun. Bu səviyyə çatmaq üçün də bizim səyimiz olmalıdır, bizim uşaqların səyi olmalıdır, nəvələrimizin səyi olmalıdır. Nəysə, mən belə, sağ olun. Sağ olun. Arada yenə də ürək sözü olanlara söz veriləcəkdir. Mətləb, sənə zəhmət vermişik, amma sazın səsini az eşitdik. Bizim sazımıza verilən qiymət Məhəmməd İsmail'in deyimlərindən deyəcəm. İcazə verin. Məhəmməd İsmail deyir ki,
Bəzi adamların deyiminə görə deyir ki, şeytan əməlidir saz. Bu söz səni qorxudur. Ged onda oxu biraz, oxu dədə qorxudur. Şeytan əməlidir saz. Simlər ötür, şür-höşür. Hardan gəlir bu avaz, şeytanlarla danışır. Şeytan əməlidir saz. Duyan duyur, anlayır. Göyçəgülü, müxəmməs ruhumu şeytanlayır. Şeytan əməlidir saz. Özü boyda sirr olur. Dinlədikcə yorulmaz, ürəyim əsir olur. Düşüb obaya, elə sən ona ana denən. Gəl indi bundan belə lənət şeytana denən. Allah ömür versin Məhəmməd İsmail'a. Söz rəhbərimdir, yaşlarımızındır. Qamətin büküləndə bilmişəm. Gecə gündüz ürəyimin başına gənc yolları əkiləndə bilmişəm. İncimişəm neçə dostlar, ruhumdan. Zara gəlir ahımdan. Şan şöhrətin mənasını qapımdan dost ayağı kəsiləndə bilmişəm. Əcəl baxmır insanların yaşına. Həmiyyətin baharına, qışına. Qəribliyin neçə məzar daşına göz yaşların töküləndə bilmişəm. Alqaydam saxta eşki, yalanı, dostluğu, məhəbbəti, düz etibarı, ömür sarayının qızlarları, zillət billə söküləndə bilmişəm. Sağ ol. Mübarək. Bir də xoş gəldiniz. Bir vaxtlar səndən bir söz soruşacağım da. Ehtiyat eləmək, istintaq zatdır, elə bir yoldaşına. Sən məktəb illərində bir futbol macərası var idi. Sən bir 2 aya yaxın məktəbdən aralaşdın. Ayağında problem oldu. Xahiş edirik, o vaxt soruşmamışıq. O təsadüfi qəza idi, yoxsa paxalarına çəkən var idi, kimsə elədi bunu, bu... Yox, o təsadüfi idi. O təsadüfi qəza idi. Topun əvəzinə kərpiş, qırmızı kərpiş var idi. Yaxın top. Bu, cərmə tökülən naris var idi, köydə. Zəhərmanda. Orada oynuyordum, topu qapıya bırakdım səsi. Dudarla vurmalıydım. Topun böğründə oralarda kərpiş qırıqlarını atmışlar, yerdə var. Təsadüf onu vurdu. Deməli, topu vurma, seviyə vuran, vaxtı tutan yerə, fırlama çox yerə. Seviyən yerə topun böğründən əyəni böğründən. Bu topu da böğrünü kərpiş. Kərpişlə qapının arasından getdi deyib. Bilmirəm. Onlardan mənim elə tutapasız qaldı. Götdülər mənim şanlı. Onunla apardılar yerə. Getdi.
Hardasa bir həftədən artıq mən yeyəm. Baş parmağımdır, kədərimdir. Təsəvvürünə çərpişən olasan əlimlədən var. Kərpiş gedib qapıdan keçib. Təəssüratlar, görüşümü saxla. Ürək sözlər. Ürək sözlərim olur. Bir də kərpiş olmayasan. Allah təala sənə istədiyin qədər versin. Bu işin təşkilatçısı olmuşsa, bu elə belə işdir. Yəni, yerə topladı. Bu işe göre minnettarımdır. Bundan əlavə, yəni sevişli görüncü, mən de eyni şeyini görüşürəm. Hamı çox istəyirəm, hamı bağırma basırəm. Bilə bilirəm ki, həm belə əlimlərimin qarşısında durur, yəni günümü keçirmişdir, günümü keçirdirəm. Bu günü mən çox sevirəm. Ama əldə edəyəmdir. Bilək mən gözləmirəm. Çalıb mənə keçərəm. Yox, gözləyib eləmirəm. Allah'a and olsun. Mən, yox, arzuluyorduk ki, görək. Heç damadı buna yıkmam, mən varım, gəlmiş ki bunlar yerdir. Gördük ki, mən çalışmaqda Şimdi belə gözləyəcəm. Ben bugün geldim, ben teşkil vereceğim. Bizlə gedərəm, amma çətin alacaq. alışdı. Elə mənim üçün çox sağ ol. Sağ olun. Elə burada toplaşanların hamısı salamlayır. Kimin ürək sözü? Hamısına uzun ömür arzulayır. Hamısının gələcəyini ürəklər istədiyi qədər, yəni sevinçli, belə gözəl günlər qismətdir. Sağ olun. Mən də öz ürək sözlərimi demək istəyirəm. Birinci Talıba çox sağ ol deyirəm. İndi hamı deyir ki, elə biz bura yığışmışıq. Vallahi heç mən gözləmirdim bura bu cəmiyyət yığışır. Çünki biz bir yerə yığışan adam deyil. Talıbla Firuz bizim qapıya gələndə dedim, vallahi mən gələcəm, amma heç ağlım kəsmir ki, cəmiyyət ora gələr. Bizim milli mentalitetimiz var da, bunu biz gərək gizlətməyik. Səhər də gələndə el o balacan əvvəm də dalınca ağladı ki, baba mən də gedirəm, dedim, yox, gedim olsa qayıdıb gələyim, heç gələsi deyil. Düzü, gəldim, gördüm, 2-3 nəvər gəlib, dedim məşqə, sonra da qızları gördüm, görüşdük, çox böyük bir işdir. Allah haqqı, 50 ildən sonra hamının belə yığışmağı, müəllimlərimizin yığışmağı, düz afəqi görürük, heç afəqi çağırmasan da, elə gündə görürük. Amma Sara müəllimən zadı görmürük. Gəlməyi böyük şeydir. Validəni gördüm, böyük şeydir, məsələn, ürəyim təzələndi. Üzündən də öpdüm. Gördüm də Artin Royana bir yana güvətin əvvəlinin 15 yaş var, dəqiq. Allah canını sağ eləsin. Allah hamımızın canını sağ eləsin. Allah gözəl gün. Vaxtımızı keçirdirik. İntihasın mən ürəyimiz istədiyi kimi danışa bilmirik. Çünki bölünmüş hərə bir stola, hamımız bir-birimizlə danışa bilmirik. Genə də o milli mentalitetimiz qoymur. Arvadlar bir oturub, kişilər bir oturub. Heç kəs heç kəs eşidə bilmir. Amma yenə də belə görürük, böyük şeydir. Çox sağ olun, çox var olun. Burada Sevilin də əməyi var. Məsələn, bunu ki, təşkil ediblər. Tahirin də Allah canını sağ eləsin, burada yığışmışıq. Örtülü yerdir. Nə deyə bilərim? Yəni, çox gözəl bir işdir. İntihası imkan verirsin ki, cəmaat bir-birindən biraz danışdın. Bu şeir də gözəl şeydir. Musiki də gözəl şeydir. Bunu toyda da gelib eşidirik. Elə 10-15 gündən bir, 5 gündən bir, 10 gündən bir toya çağırırlar, gedirik, vallahi elə şeirdir, qəzəl də eşidirik. Amma hamımız bir yerə yaşa bilmirik. Bu sizin səbəbinizə yürüşmüşük. Gözəl bir işdir. Çox gözəl. Sevinirəm, hamınızı da təbrik edirəm. Düzdür, Qurban bayramıdır, Qurban bayramıdır. Amma bugünkü bizim yığışmağımız Qurban bayramından üstündür bizim üçün. Qurban bayramı rüzgâhtı, yeri, evləyimiz yiyəcək bu heç. Amma burada hamınızı gördüm, heç məsələn bəlkə də görməzdik.
Mesela çok adamı ben gördüm, indi tanıdık burada. Güzel işte. Çok sağ olun, çok var olun geldiğinize göre, hamımızın geldiğimize göre. Çok razıyım. Sağ olun. Oradan da. Her kardeş Hoş gelmişsiniz. Bugünkü günümden de alkışlayalım. Vallahi özür, teşekkür bildireceğim. Yani bize görüştüğüne göre, bir yere girdiğine göre. Arzum oldu ki, onlar yaşımız değişer, saçımız değişer, erazimiz de değişer. Ancak özümüz değişmiyor. Olduğu kimi kanlarımız yaşar. Küçük gibi elə var. Sözümüze düz oldu, eşitliği hamımız yıldıysa dünyada var. Hayattır, her çeşme çeşidir, genişli yokuştadır. Asanlığı, çetinliği var. Bunlar atlamak lazım. Ben həmin oğlanım, değişmemişim. Değişen talihim, baktım benim. Qartal təcrübələr tərk edilmişəm. Qayalar taktım benim. Qaymaq bulaqlarda bal gəzə-gəzə. Ürəkdən ürəyə yol gəzə-gəzə. Bizlərdə yeşilli bal gəzə-gəzə. Üsala yetəsi baktım benim. Göllərdən həbbət göstəyindən. Bəlkə eşqə düşüb təzədən yanım. Mən həm elçinəm, həm evlənəm. Tək bütçə dəyişən daşım mən. Dəyişən talihim, baxtım mən. Çox sağ olun. Yəni, söz çox demək olar. Ancaq hər yaşayan öz işi var. Yəni, yaşına uyğun danışasan. Oyunu bundan qabaq. Görənlər bugün tələb edir, amma yox. Nə pərcim var, nə caharım, nə şeşim. Daha nərdim, o siz görən nət deyil. Nə yayım var, nə baharım, nə qışım. Bir ilim var, fəsilləri dörd deyil. Ürəyimdə kədərlərin düzümü, hardan alın bəyanəti, gözümü. Ağlım indi, gəzdirəndir özümü. Mənim dərdim çəkiləsi dəstdir. Giləbədim, əldən verməm təndi. Bəhmən qaçar, sağ boynuna kəməndi. Əzəl gündən, fərək məndən düşməndir. Heç olmasa, düşmənim demək deyil. Allah təala heç mən düşmənisiz eləməsin. Amma İran olsa da, düşmənim də mərdi yaxşıdır. Əhmətdən düşünüyorum. Çox sağ olun, gəlin, xoş gəlmişsin. Tam da uzun ömürdən sağ qalcılıyım. Ulan görsün, hər bir belə yaxşı işlərdə çıxış etmişsiniz. Sağ olun. Bir arazı xatırlayır Erməni. Bizim əskər yoldaşımızdır. Söz yardım var. Ben de buraya yığılan yoldaşlarla birlikte onların biriyəm hər biriyəm. Yani ben talıba göre buraya gelmişim. Çok sağ olsun ki beni belə bir məclisə dəvət edib, minnətdaram. Dünyada iki əziz şey var. Orta məktəb yoldaşı, əsgərlik yoldaşı, bir də tələbəlik. Ardasa görürsən, xəstəxanada yatırsan, nəysə bunu Allah hiç bizi oraya salmasın. Yani bu üç siniften ibaret olan məclislərin birinde yok, ikisinde daha doğrusu. Hem hərbi yoldaş 47 ildən sonra mən Talıbı asanlıqla tapdım, çətinlik çəkmədim. Ona da səbəb mənim üzr istəyirəm, gəlinliyim buradandır. Müəllimə işləyib bir nömrəm məktəbdə. Oğlum da burada yaşayır. Onun vasitəsilə gəldim bura, dedim dəftəri vərəqləyin. Bu qardaşın adı çıxdı birinci, özü də bilir, dəftərdə birinci bunlardır.
Dedim bunu tapacağım. Neyse müəllimənin orada yoldaş vardı. Onun vasitəsiyle öyrəndik, nömrəsini aldım. Yazdım qardaşım mənim 47 ildən sonra tapdım. İndi iki gözəl iş bir yerdə həll olunur, fərqi yoxdur. Mən də sizin minnətdaram, qalır. Sən uzaqda, yaxında olan yoldaşları çətinliklə də olsa, gələni də var, gəlməyəni də var, yəni dünyasını dəyişənləri də var, Allah rəhmət eləsin, qanundan da olsun. Çox əziyyət çəkmişsən, bu asan iş deyil. Evdə yaşayırsan, öz uşağını bir yerə buyurub, onun yanı bir yerdə oturdura bilmirsən. Amma Allah'a şükür, burada hamısı həyat qurur, nəvəli, nəticəli insanlardır. Onları bura büyünləri yığıb topulanmaq hər kişinin işi deyil. Mən dürüst deyiləm bu sözümə. Bəlkə kimsə xətrinə gəlir. Yəni bunun qarşısına düşmüşsən, mən sizə böyük minnətdarım. Mən burada oturan yoldaşları da öz təşəkkürümü bildirirəm. Zəhmət çəkib gəliblər, zəhmətlərini halal eləsinlər. Biz Yaqub'la təkcə əskər yoldaşı deyilik, həm də bir-birdən xəbərsiz rabitəsi olmuşuq. Mən 15 il işləmişəm, o da 44 il rabitəsi olur. Həm də həmkar olmuşuq. Əzənizlə bir qısaca mən axı elan eləmişdim ki, biz bugün rəmzi olaraq 65-ci ildir, sentyabrın 1-idir, biz görüşmüşük, ilk görüşdük, tanışlığımızdır. Vaxtınızı çox almayacağım. Bundan sonra ixtiyar sahibisiz əyləşməklə, getməklə özümüzündür, ixtiyar sizindir. Bir neçə misra yazı oxuyacağım. İlk görüş iliydi 7 yaşımız. Ana uşağıydıq hələ onda biz. Titrək əlimizdə karandaşımız, ana yazdırırdı müəllimimiz. Gah yemək düşürdü ya da, gah da çay. Gah ana deyirdik, hərdən şaşırdıq. Gün həftə olurdu, həftələr də ay. İsnişə doğmalaşırdıq. Olub qucaq açan mehriban ana, məktəb üzümüzə qapı açanda sevirdi hər kəsi, doğmaydı ona, dərsi sevənlər də, dərsdən qaçan da. Elə bir dəryada gəzirdik, dürür, çoxuna əl çatmaz qiymət 5 idi. Toplayıb sinifət gəcəli, kürü, ram edən, yoxlama yazı işiydi. Bilirdik, hər yolun olur bir sonu. Bilirdik, finaldır 10-cu pillə. Fərəh də var idi, qəhər də onda. Ayrılıq hükmüydü sonuncu pillə. Artıq bitirirdik 10 illik yolu. Duyğulu gəlmişdik son imtihana. Son zəngi dinləyib həyəcan dolu, ayrılıb üz tutduq hərə bir yana. Kövrək xatirələr yaşad olsaq da, qaytardı 60 il bizi əvvələ. Bilik məktəbində məzun olsaq da, həyat məktəbində şagirdik hələ. Həyat məktəbində bitmir həyat məktəbi. Kimin nə qədər ömrü var, həyatda şagirddir. Allah sizlərə ömür versin, həyat məktəbinin uzun uzadı şagirdləri olun, bir-birinin əlaqələrimiz olsun. İnşallah xoş görüşlərdə, hamının xeyir işlərində görüşək. Sağ olun. Daha kimin bu təəssüratlar haqqında sözü var, çəkinməsin. Da burada riyaziyyat, fizika soruşmuruq, həyatdan xatirələr.
Kiminlə ürək sözü varsa bu təəssüratlardan buyursun. Azaddır mikrofon. Yaxın tutun. Qapıya gəldim. Allah'a köyrəldim, mən ağladım. Yaxın olsun. Köyrəldim, ağladım, verim ağladım. Oradan həqiqi sinif yoldaşlarım sonra gələcək, bir yer yüksəcəklər. Gecə səhərdən yatmadım. Tavuk yox, yekən də vaxtda səhər açım. Amma o səbirsizlə gözləyib ki, sinif yoldaşlarım gedin görüm. Aşıq zadından mənim atam aşıq olubdur. Həmişə burada onun yaxşı sədası gəlir. Bütün qonaqların hamısı mənim atam qarşılayırdı. Böyük hörmət olub burada. O sazı görəndə mən atam yadıma düşdü. Onu gətirdiyimə görə elə bir atam tərcənə elə bir görməkdir. Çox sağ olun, sağ minnətdarım bir zaman. Burada yığılan takipçilərimiz, yoldaşlarımız. Sizə də minnətdarım ki, nə hamımız gəlin, yığıldınız bura. Çok sağ olun. Allah size can sağlığı, can ömrünü, sağlık da için. Sağ olun.